Demək, dünənləri mən cəmin hasilə çevirmə düsturunun isbatını vermişdim. Mənə dedilər ki, onun kökü sinus alfa plus betadır. Sən onun isbatını verirsənsə əgər, bunun da isbatını verməlisən. Çox düz deyirlər əslində. Mən daha o qədər dərinə getmədim. Dedim ki, elə bunu yazırım, edərəm. Gəlin elə bunun da isbatını verək. Əvvəla deyim ki, sinus alfa plus betanın düsturunun isbatı düzbucaqlı koordinat sisteminə əsaslanır. Prosta mən bunu deyirəm üçbucaqdan verim. Çünki zaten bu sinus, kosinus hamısı üçbucaqdır. Bu hal-hazırda ixtiyari bir üçbucaqdır. Biz zaten bilirik ki, ixtiyari üçbucaq üçün sahə düsturu, tutaq ki, əgər bura bir alfa olarsa, S bərabərdir 2də 1 A, B sinus alfadır. Elə deyək, belə bir düstur var. Bilirik A, B sinus alfa. Elə deyək. İndi baxın mən nə edirəm. Biz sinus, kosinus üzrə hərəkət ediriksə, mütləq gərək orada düzbucaqlı üçbucaq yaradaq. Burada düzbucaqlı üçbucaqdan əlavət yoxdur ki. Yoxdur. O yerdə mən bu alfanı silirəm. Buradan bir hündürlük endirirəm. Baxın, buradan bir hündürlük endirirəm. D'dən işarələyirəm. Burada oldu H. Elə deyil. İndi baxın. Bu alfa idi bayaqlar. Tutaq ki, buna bir gamma deyək. Gamma bucağı olsun bayaq ki. Mən bunu böldüm alfa və beta şəklində. Elə deyil. Bu gamma nəyə bərabər oldu? Alfa üstə gəlsin, betaya bərabər oldu. İndi baxın. Buradan. Biz əgər sahəni tapmaq istəsək, gamma yerinə alfa plus beta qoymarıq mı? Sahənin düsturu nəyə bərabər olar? 2də 1 A, B sinus alfa üstə gəlsin beta. Elə deyil. Buna bərabər oldu. İndi baxın. Biz ümumi sahənin hansı sahələrə bərabər olduğunu bilirik. S bərabərdir S, A, B, D üçbucağı, üstə S, B, D, C üçbucağı var. D, B, C üçbucağı. Fərq yox. S, A, B, D üçbucağı, S, A, B, D üçbucağı, üstə gəlsin bu üçbucağı. Burada D, B, C üçbucağı. İndi biz bunları da hər ikisini ifadə etsək, ifadə gəlib çıxar. A, B, D yenə də ixtiyari üçbucaq kimi baxırıq buna. A, H arasındakı bucaq alfa elə deyil. Bunda mən S, A, B, D-nin üçbucağının sahəsini necə yazarım? 2də 1 A, H sinus alfa elə deyil. 2də 1 A, H sinus alfa yazdım. Bu üçbucaqsın sahə 2də 1 B, H sinus beta olar. Elə deyil, yazaq. 2də 1 B, H sinus beta. Bunun da cəmi nəyə bərabərdir? Buna bərabərdir. Nə deyil? İndi gəlin yazaq, qoy aydın görsənsin. 2də 1 A, B sinus alfa üstə gəl beta bərabərdir 2də 1 A, H sinus alfa üstə gəl 2də 1 B, H sinus beta. Bunu yazaq. İndi buradan sonra 2də 1 qazanacaq cavabını verək. Hər tərəfdə 2də 1 bölünür. Ondan sonra sinus alfa beta'nın isbatını verək. Hər tərəfdən A, B bölək ki, o sinus alfa beta da qalsın. Yəni A, B bölək. Bunu böldüm A, B, bunu da böldüm A, B, bunu da böldüm A, B. İndi buradan A, B'lər getdi zaten qaldı. Sinus alfa beta. Buradan A getdi qaldı. H bölü B sinus alfa. Üstə gəl buradan da B'ləri getdi qaldı. H bölü A sinus beta. Elə deyil. İndi baxın. H bölü B bu üçbucaqda bizə nə ifadə edir? H var, B var. Nə deyil? Əgər biz buna, baxın burada düzbucaq. Bax, B hipotenuzdur. H isə bitişik katet olarsa, bizə H bölü B, yəni bitişik katetin hipotenuza nisbəti nəyi verər? Kosinus betanı. Ona görə gəlin burada H bölü B-nin yerinə kosinus beta yazaq. Yenə də sinus alfa üstə gəl beta bərabər olur. Sinus alfa vurulan yerləşəndə hasilləşmir deyə sinus alfa vur. Bunun yerinə kosinus beta yazıram. Üstünə gəlinsin. H bölü A bu üçbucaqda yenə də bitişik katet bölü hipotenuz olmur. Bu da nəyi verir bizə? Kosinus alfanı. Kosinus alfa vur sinus beta. Vəssalam. Düsturun isbatı hazırdır. Sinus alfa plus beta bərabərdir. Sinus alfa kosinus beta üstə kosinus alfa sinus beta. Bu düstur isbatı bundan ibarətdir. İndi məncə ən qəşəng səliqəli ilə isbat da budur. Siz üçün bunu belə də göstərim. Sinus alfa üstə gəl, çıxılsın betanın da isbatını verim. Biz burada çıxılsın betayı belə baxaq. Sinus alfa üstə gəlsin mənfi beta kimi baxaq. Bax, eyni düstur kimi saxladaq. Sinus alfa plus beta kimi. Burada beta mənfi beta olanda mənfi qalacaq. Elə deyil. İndi burada mənfi betadır deyə, burada betanın yerinə bir yazacağıq. Sinus alfa kosinus mənfi beta. Üstə gəl kosinus alfa vurulsun sinus mənfi beta. Elə deyil. Bilirik ki, kosinus mənfinin udur. Yəni kosinus mənfi beta ilə kosinus beta bərabərdir. Onda burada heç bir mənfilik baş vermir. Elə sinus alfa kosinus beta kimi qalır. Burada isə sinus mənfini çölə çıxardır. Bu plus olur minus. Çıxılsın kosinus alfa sinus beta. İkinci düsturunda isbatı elə buradan gəldi. Ən səliqəli isbat buydu. Ümid edirəm ki, sualın isbatını bəyəndiniz. Çox möhtəşəm də heç bir çaşmadan məncə hamısı getdi. Kim əgər nəyi başa düşmədisə, kim nəsə səhv tutdusa, mütləq kommentariyada qeyd eləsin. Təşəkkürlər.